Hello guys, bugün sizlerle biz will and would arasındaki fərqləri və necə istifadə olunduğunu görəcəyik. Gəlin başlayaq. Will İngilis dilində gələcək zamandır və acaq-əcək şəkilçisi mənası verir. Misallara baxaq. I will come late today. Bugün gec gələcəm. Gördüyünüz kimi gələcək zaman mənası verir. Will bütün şəxslərlə eyni işlənir və dəyişmir. Yəni I, you, he, she, it, we, you, they. Bunlardan hər birində will sabit olaraq qalır. Məsələn, I will go, mən gedəcəm. You will go, sən gedəcəksən. Would daha çox keçmişdə ola biləcək bir şeydən bəhs edərkən olur. Yəni edərdim mənasını verir. Misallarla daha da aydın edək. I would come today early if there was someone at home. Bu gün evə tez gələrdim əgər evdə biri olsaydı. Yəni evdə birinin olmadığı üçün tez gəlmədim. Amma gələrdim və yaxud gələ bilərdim. I would come. Would da will kimi bütün şəxslərdə eyni işlənir və dəyişmir. Yəni I, you, he, she, it, we, they. Bunlarda would sabit olaraq qalır. Məsələn, I would come, gələrdim. You would come, sən gələrdin. They would come, onlar gələrdilər. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın.